Elhamdülillah ve salatu ve selamu ala illa nebiyye ba'de. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki وَذَكِّرْ فَاِنَّ الذِّكْرَى تَنْفَعُ الْمُؤْمِنِينَ. Hatırlat, həqiqətən hatırlatmaq müminə fayda verir. Hədislərdən gəldiyi kimi insan üç haldan birindədir. İnsan ya nimət içərisindədir, ya günah içərisindədir və yaxud da ki, müsibət, bəla içərisindədir. Bu hallarda insan bu üç şeylə qarşılıq verərsə, həmən ki, insan xoşbəxt olar, nicat tapar. Birincisi, insan nemət içərisindədir. Əgər nemətə şükür edərsə. İkincisi, günah içərisindədir və günahdan istiğfar edərsə, tövbə edərsə və üçüncüsü də bəladır və gələn bəlaya da səbr edərsə, həmən ki, insan nemət içərisindədir. Birincisini götürsək, insan nemət içərisində olduğu zaman elə olur ki, bəzən içində olduğu neməti insan hiss eləmir. Və baxırsan ki, insan sağlamdır. İnsan ev-eşeği var. İnsanın evladı var, miniyi var. İşləyir azdan çoxdan. Amma baxırsan ki, insan özünün içində olduğu neməti dərk eləmir. İnsan nə vaxt özünün əlində olan neməti dərk edir? Özünün əlindən çıxdığı zaman. İnsan əlində olan neməti başa düşməməsinin, görməməsinin səbəblərindən, əlamətlərindən biri də odur ki, insan daim dünya malında özündən yuxarıda olana baxır. Və baxırsınız ki, insanın ucuz bir maşını var, amma bahalı maşını olana baxır. İnsanın bir mərtəbəli evi var, 2 mərtəbəli evi olana baxır. İnsanın 500 manat maaşı var, 1000 manat maaşı olana baxır. Və insan müəyyən dərəcədə, müəyyən bədənində xəstəliyi var, sağlam olana baxır. Və belə olduğu zaman insan əlində olan neməti görə bacarmır. Və buna görə də Rəbbinə nankör olur. Ona görə şəriət gətirir ki, insan dünya məsələlərində daim özündən aşağıda olana baxmalıdır. Əgər miniyi varsa, ucuz da olsa, miniyi olmayana baxmalıdır. Sağlam olan, xəstə olana baxmalıdır. Və baxmalıdır ki, xəstə olana baxdığı zaman baxır ki, mən nemət içərisindəyəm. Filan kəs gəzə bilmir, amma mən gəzə bilirəm. Və az maaş alan heç işləməyənə baxmalıdır. Borcu xərci içərisində olana baxmalıdır. Və beləcə də insan, evi olan, bir mərtəbəli evi olan heç evi olmayana baxmalıdır. Belə olduğu zaman insan öz əlində olan neməti başa düşər. Və insan belə olduğu zaman, neməti başa düşdüyü zaman Rəbbinə şükr etməyə yardım edir. Əsas məsələ insanın neməti başa düşməsidir. Bəzən də insan görmür. Bəzən insan əlində olan bütün nemətləri unutur, bir neməti fikirləşərək, düşünərək bütün həyatını zay edir. Məsələn, şah olur, belə bir əhvalat olur, şah olur və şahın bir xidmətçisi olur. Və bu xidmətçi, şahın xidmətçisi də nə olacaq? Çox az maaşı və buna baxmayaraq daim üzü gülər, sevinç içərisində, belə deyək, bizim dildə desək, kefdə olur. Amma şah bu qədər malı, dövləti, bu qədər kölələri baxırsan ki, daim kədərdə, küdurətdə, problem içərisində rahatlıq tapa bacarmır. Və bir gün vəzirinə deyir ki, vəzir, bu nə məsələdir də? Bu boyda imkanım olan mən bu qədər çətinlikdəyəm, rahatlıq tapa bilmirəm, amma mənim xidmətçimə bax necə xoşbəxtdir. Və bilirsiniz ki, vəzirlər də ağıllı insanlardan seçilirdi. Və vəziri şaha deyir ki, 99 qaydadan istifadə et. Və deyir, nədir o? Deməli, bir kisənin içinə 99 dinar qoyur və üstünə yazır ki,
Bu 100 dinar sizindir. Yəni istifadə edin. İstədiyiniz kimi istifadə edin. Ki verin. İçinə 99 qoyulun. Amma üstünə 100 yazın. Və gecə ilə aparır həmənki xidmətçinin evinə qapısını döyüb, qapısının ağzına qoyurlar və gedirlər. Və həmənki xidmətçi at götürür kisəni və baxır üstünə 100 dinar yazdı, başlayır saymağa. Sayır, içindən 99 çıxır. Yenə sayır, yenə 99 çıxır. Ucu nervilənir, əsəbləri pozulur və başlayır bütün evi axtarma, tapa bilmir, çıxır qapının ağzını tapa bilmir. Bütün ev əhlini durğuzur, yatmış uşaqları durğuzur, o itmiş 1 dinarı axtarır. Səhərə qədər 1 dinar axtarırlar. Deyir ki, burada mütləq 100 dinar üstünə yazıbdırsa, burada 100 dinar var. 1 dinar hanı? Səhər işə getməlidir axı. Səhər gəlir şahın huzuruna və şah görür ki, o insan deyil, dəyişib. Vəziri çağırır, deyir ki, vəzir, nə məsələdir? Deyir ki, ona 99 dinar verdik və deyir, o 1 dinara görə bütün gecəsini, bütün xoşbəxtçiliyini, saadətini 1 dinara görə deyir, hədər elədi. Yəni 99 dinar vardı, onu yaşadı, əlhamdülillah, neymətdir, qapı döyülüb, gəlib sənə. Düzdür? Eləcə də insan özünün əlində olan bu qədər neyməti görmür. Bir neymət olmadığına görə nə edir? Bütün dərdi, səri, problemi o bir neymətə görədir. Baxırsınız ki, insan hər bir şeyi var, rahatlığı, sağlamlığı, miniyi, məsələn, bir dənə miniyi yoxdur. Evi, eşiyi, malı, qarası, hər bir dolanışığı var, bir dənə miniyi yox. Bütün dərdi, səri, fikri, zikri minikdir. Niyə mənim minikim yox? Əlində olan o birisi neymətləri tamamilə unutur. Ona görə insan gərək əlində olan neymətləri görsün. Neymətləri görərsə, Rəbbinə şükr edər. Rəbbinə şükr edərsə, Allah-u Teala ona olan neymətini artırar. وَلَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Əgər şükr etsəniz, sizə olan neymətimi artıraram, buyur Allah-u Teala. وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَدَابِ لَشَدِيدٍ Əgər küfr etsəniz, həqiqətən əzabım şiddətlidir. İkincisi odur ki, insan günaha düşdüyü zaman tövbə etməsi. Tövbəsindən, yəni düşdüyü günahdan geri qayıtması. Belə edərsə, insan yenə xeyir içərisindədir. Adam evladı elədir ki, mümkün deyil ki, insan günaha düşməsin. Xüsusən də bugünkü günümüzdə, xüsusən də əlimizdəki olan bu cihazlarda, xüsusən də fitnə zamanında, yəni insan elə bir günü yoxdur ki, fitnə ilə qarşılaşmasın. Yəni insan günaha düşdüsə, yenə əvvəl dediyimiz kimi tövbə etməli, Rəbbindən istiğfar etməli və geri qayıtmalıdır. Və belə olduğu zaman insan xeyir içərisindədir. Baxmayaraq ki, 100 dəfə, 1000 dəfə, milyon dəfə o şərtləri tamamlayıb insan tövbə etməlidir. Və üçüncüsü də gəlir ki, insan bəla içərisində olur, müsibət içərisində olur və bu bəlaya da səbr edən insan neymət içərisindədir. Bəlaya olan səbir, birincisi insanın səbir dili ilə olduğu səbirdir. Yəni müsibət gəlir, deyir ki, əlhamdülillah. Və ikincisi insanın qəlbi ilə olan səbirdir. Yəni dili deyir, əlhamdülillahdir, amma qəlbi rahat deyil. İnsan gərək qəlbini də buna tabi etsin. Yəni Allahın sənin üçün yazdığına razı olasan. Ona görə insan dua etdiyi zaman Allahım səndən, sənin yazdığınla razı olan bir qəlb istəyirəm deyə dua etməlidir. Sənin nəsib etdiyinlə, mənə müvəffəq etdiyin bu qədər neymətlərlə, mənə göndərdiyin müsibətlərlə razı olan bir qəlb istəyirəm. Həmçində Peyğəmbər s.ə.v dualarında keçir. İnsanın dili ilə şükr etməsi, qəlbi ilə bunu təsdiq etməsi və həmçində əzalarını Allaha olan asilikdən qorumasıdır. Bəzən görmüşük ki, müsibət baş verir, ev yanır, Allah qorusun, avariya olur, hər hansı bir evdə müsibət, ölüm baş verir və baxırsınız ki, insanlar özlərini cırırlar, üst başını dağıtırlar, başını divara vururlar, hətta dözə bilməyib intihar edənlər belə olur. Yəni bunlar şükr etməmiş sayılır. Və bir də var ki, yəni bu da səbrin ən gözəl sabrul məhmud deyilir. Məhmud, yəni tərifə layiq olan səbir odur ki, ona bir müsibət gəldiyi zaman insanın dilini saxlaması, birincisi dili ilə şikayət etməməsi, qəlbini sabit saxlaması, əzaları ilə isyan etməməsi və ən üstünü də odur ki, bu qədər şeylərdən sonra
Allahın ona göndərdiyi o müsibətə şükr etməsi. Elhamdülillah deməsi ki, Allahım, sənə şükürlər olsun ki, mənə bu müsibəti göndərdin. Yəni, bu da hər kəsə nəsib olmur. Yəni, necə ola bilər ki, insana deyirsən ki, evin yanıb deyir, elhamdülillah. Yəni, belə zahirən, çöldən baxıldığı zaman deyir ki, onda bu evini istəmir. Yəni, insanın valideynin birisi dünyasını dəyişir, deyir, elhamdülillah. Yəni, insan üçün böyük bir içkidir. Amma insanın şükr etməsi ona görədir ki, Allahın verdiyi o bəlaya şükr edir. Allahdan istəyir ki, Allah-u Teala bizi özünə həqiqi bir şəkildə qoyulan qullarından etsin. Və bəzən də insanlar arasında belə bir fikir var ki, səhv bir fikir, kiməsə müsibət gəlirsə, kiməsə bəla gəlirsə, kiməsə xəstəlik gəlirsə, insanlar deyirlər ki, o pis adam idi, ona görə ona o bəlalar gəlir. Amma əslində elə deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İdə əradallahu əbdəhu xeyr. Əgər Allah-u Teala bir qulu üçün deyir, xeyr istəyərsə, onun uqubətini tezləşdirər. Yəni, Allahla görüşüncə qabaq ona müsibətlər göndərər, xəstəliklər, bəlalar göndərər. Səbr edərsə və bu müsibətlər səbəbi ilə onun günahlarını təmizləyər. Çünki hədisdə də gəlir ki, insana baş vermiş baş ağrısıdır, xəstəlikdir, müsibətdir, hətta ayağına batmış tikan belə olmasın ki, bunun səbəbi ilə Allah-u Teala onun günahlarını bağışlamasın. Bu müsibətlər səbəbi ilə Allah-u Teala onun günahlarını bağışlayır və onunla görüşən günə onu tərtəmiz edir. Allahdan istəyir ki, Allah-u Teala bizi razı qaldığı qullarından etsin və bu dünyada razı qaldığı şəkildə yaşayıb, razı qaldığı şəkildə bu dünyanı tərk etməyə bizə nəsib etsin. Allah-u Teala bizi burada cəm etdiyi kimi öz evində və istəyirik ki, Firdevs cənnətində Peyğəmbər sallallahu aleyhi və səlləmin hovuzunun, kövsərinin başında bizi cəm etsin və ağaclar altından cənnət, çaylar axan cənnət bağlarında hündür döşəklər üzərində əyləşənlərdən etsin. Amin. Allahdan istəyir ki, Allah bağışlanaraq bizi bu Ramazandan çıxmağı nəsib etsin. Subhanəkəllahumma və bihamdik. Nəşhədu ən la illə ənt. Nəstəğfiruka və nətubu ileyk.